Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli amma ba'd. Möhtərəm qardaşlarımız, İmam Muhammed rahimehullah Muharrar kitabının taharet babında olan taharet kitabından bir baba bitirdi. O da misvak babıydı. Müsəlmanın öz daxili təmizliyinə diqqət yetirməsinə əlaqədar olaraq və növbəti bir baba başlayır. Və bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin necə dəstəmaz alması və o dəstəmazın içində fərz olan və sünnə olan şeylər haqqında, sünnələrə toxunur. Diqqət yetirin qardaşlar. Çünki burada bəzi dəstəmaz məsələlərində hərdən müsəlmanlar o şeyləri ixtilaf kimi başa düşüblər bəzi məsələləri ki, o ixtilafdır, müxalifdir sünnəyə. Amma əslinə baxanda məsələnin dəstəmaz və yaxud da hansısa fikri məsələlər olsun, əslində qaydanı görürsən ki, insanlar içində müxalif, ixtilaf görünən məsələ sənin və sünnənin özüymüş. Sadəcə olaraq əməllər hərdən fərqli olurdu. Və onlardan da biri Peyğəmbər sallallahu əleyhi və səlləmin elədiyi dəstəmaz idi. Və Osman radiyallahu anhu, Osman ibn Affan, 3-cü xəlifə, İslamın 3-cü xəlifəsi buyurur ki, o bir qab gətizdirir, su gətizdirir və müsəlmanlara necə dəstəmaz almaq lazım olduğunu, Peyğəmbər sallallahu əleyhi və səlləmin necə dəstəmaz almaq lazım olduğunu öyrətmək üçün təbii ki. Və Osman ibn Affan radiyallahu anhu ən birinci əllərini yuyardı. 3 dəfə əllərini yuyardı birinci. Təbii ki, bismillahdən sonra 3 dəfə əllərini yuyardı. Sonra ağzını və burnunu yuyardı. Sonra 3 dəfə üzünü yuyardı. Sonra ilk öncə sağ əlini dirsəyə qədər və sonra isə sol əlini dirsəyə qədər yuyardı. Sonra ayaqlarını, ilk öncə sağ ayağını və sonra isə sol ayağını topuğa qədər yuyardı. Və sonra deyərdi ki, mən Peyğəmbər sallallahu əleyhi və səlləmin belə dəstəmaz aldığını görmüşəm. Necə mən dəstəmaz alırdımsa, və Allah Resulü Muhammed sallallahu əleyhi və səlləmdə elə dəstəmaz alardı. Və Allah Resulünün bu sözünü deyərdi ki, kim mənim dəstəmaz aldığım kimi, hansı ki Osman ibn Affan radiyallahu anh dəstəmaz aldığı kimi, kim mənim dəstəmaz aldığım kimi dəstəmaz alarsa və öz qəlbində sabit olarsa, Allah subhanahu və 2 rükət, yəni namaz qılarsa, hədisdə gəlir, fəraka'a rak'ateyni və 2 rükət namaz qılarsa, o namazdan sonra, yəni hər bir namaz, təkcə 2 rükət namaz yox. Hər bir namazdan təbii ki qəsd olunur və Allah subhanahu və teala onun günahlarını bağışlayır. Və bu hədisə qardaşlar diqqət yetirdinizsə, Peyğəmbər sallallahu əleyhi və səlləmin bizə burada öyrətdi ki, dəstəmaz alandan sonra 2 rükət namaz qılmaq olar, sünnədəndir. Həmçinin sələflər bu hədisdən fayda çıxardarlar və deyərlər ki, təkcə 2 rükət, dəstəmaz alandan sonra 2 rükət namaz yox, burada qəsd olunan bütün namazlardır. Və növbəti fayda isə diqqət yetirdinizsə tərtib. Dəstəmaza tərtib sünnədəndir. Əzalar arasında tərtib dəstəmaza sünnədəndir. Əgər kimsə birinci sol əlini, sonra sağ əlini yorsa dəstəmaz səhihdir. Amma Allah Resulü eləməyib. Əzalar arasında tərtib sünnədir. Yəni, əli yuyanda, təbii ki, birinci ayağı yuyub, sonra üzü yumaq falan, əli yumaq olmaz, dəstəmaz batildir. Dəstəmaz səhih deyil. Amma əzaların arasında tərtib isə sünnədəndir. Və həmçində növbəti hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Abdullah ibn Zeyd radiyallahu anhdan soruşulur. Allah Resulunun dəstəmazı haqqında soruşulur və o bir qab gətizdirir. Və diqqət yetirdinizsə, sahabələr onlardan Allah Resulunun dəstəmazı soruşanda həmən an qab gətizdirlər. Bəlkə onun dəstəmazı zaten var idi. Və qab gətizdirərdi və dəstəmaz alardı. Necə ki, namaz qılmaq soruşulanda namaz qılardılar. Və deyərlər ki, Allah Resulü belə qılardı. Və bu da icazədən sünnədəndir ki, çünki Allah Resulü Muhammed sallallahu əleyhi və səlləm öyrədəndə, ümmətinə öyrədəndə, təkcə dili ilə və çıxışları ilə öyrətməzdi. Həmçinin o feili insanların qarşısında göstərər öyrədərdi. Necə ki, məsələn, məşhur bir hədis var. Allah Resulü hətta mənəvi məsələlərə toxunanda da Allah Resulü düz xətt çəkdiyi və xəttin ətrafında əyri-əyri xəttlər çəkilir. Amma halbuki Allah Resulü deyə bilərdi ki, yol düzdür və yolun ətrafında yollar var.
Bu əyri yollar da şeytanın yolu. Amma Allah Rəsulü onu göstərdi. Ümumiyyətlə, öyrədəndə bir müsəlman kimisə xeyri öyrədəndə, xüsusən o xeyirlər ki, namaz kimi, dəstəmaz kimi əzəmətli xeyirlərdir, Allah Rəsulü etdiyinə görə etmək də sünnədəndir. Kimsə səndən dəstəmaz almağı soruşanda apar. Və deyir ki, bax, mənim dəstəmaz aldı, bax, filan hədisləri oxumuşam. Və həmən, məsələn, bu hədislər, Allah Rəsulü belə dəstəmaz alardı. Və Allah Rəsulü belə dəstəmaz öyrədərdi. Və sən öyrət və sünnəyə daxil ol. Çünki bəzi əməllər var ki, xüsusən onlardan bir dəstəmaz, məsələn, bir dəstəmaz, onları Allah Rəsulü özü dəstəmaz alıb göstərərdi. Və Abdullah ibn Zeyd radiyallahu anhu bir qab gətizdirir və qabın içindən dəstəmaz almaq. Çünki əvvəllər bilirsiniz, ya axar çaydan hədislər, dəstəmaz haqqında olan hədisləri cəmən əsas görərsiniz ki, dəstəmaz haqqında olan hədislərdə su iki növ olub. Ya axar çay, ya da qabın içindəki su. İndiki kimi daimi yox idi, krant və s. elə şeylər yox idi təbii ki, aydındır. Ya axar çayın ətrafında Allah Rəsulü dəstəmaza gedərdi, ya da ki, bir sabit suyun içindən. Və əlinə o qabdan su tökdü. Əlini qabın içinə salmadı təbii ki. Əlinə qabda su tökdü və əllərini yudu. Abdullah ibn Zeyd radiyallahu anhu. Və bunu da 3 dəfə təkrarladı. Və sonra əlini qabın içinə saldı və ağzını və burnuna su götürdü. Və bunu da 3 dəfə elədi. Sonra əlini qabın içinə salaraq 3 dəfə üzünü yudu. Oradan su götürdü və 3 dəfə üzünü yudu. Və həmçinin də əlini qabın içinə salaraq əllərini dirsəklərə qədər yudu. Və sonra isə əlini yenidən qabın içinə salaraq başını məhz çəkdi. Və burada qardaşlar bir əlavə bir faydaya toxunmaq istəyirəm, hansı ki, burada qeyd olunmayıb. Diqqət yetirdinizsə, əllərini yuduqdan sonra başına məhz çəkmək üçün əllərini Abdullah ibn Zeyd radiyallahu anhu, hansı ki, Allah Rəsulünün feili idi. Əllərini yenidən qabın içinə salıb başına məhz çəkdi. Və həmçinin biz bilirik ki, onu etməsəz də dəstəmaz sünnədəndir. Və həmçinin sünnə başa məhz çəkməkdə, xüsusən də istər sabit qabın içindəki su olsun, istər axar su olsun, fərq eləməz. Həmçinin əldə qalan su ilə başa məhz çəkmək də sünnədəndir və həmçinin əlavə əldəki su ilə kifayətlənməklə əlavə suya salıb da məhz çəkmək sünnədəndir. Və Abdullah ibn Zeyd deyərdi ki, və mən belə Peyğəmbər sallallahu əleyhi və səlləmin belə dəstəmaz aldığını gördüm. Və həmçinin də diqqət yetirirsə qardaşlar, gələn hədislərdə hamısı eyni sifətlərdir. Tərtib hamısında eyni idi. Çünki hərdən indi o şey toxunulacaq. Diqqət yetirdiniz, hamısına birinci üz, sonra əllər yumaq gəldi. Necə ki, Allahın kitabında Allah Taala da əmr edir axı. Və idə qumtum ilə salati, Allah Taala Maidə surəsində bildiyimiz ayələrdir. Allah Taala kitabına böyük namaza qalxdığımız zaman birinci nəyi yumaq əmr eləyir? Üzü, sonra isə əlləri yumaq əmr eləyir. Və həmçinin də Peyğəmbər sallallahu əleyhi və səlləm, Allah Rəsulü Muhammed sallallahu əleyhi və səlləm dəstəmaz alardı. Və ondan soruşulanda ki, dəstəmaz necə kamil alınmalıdır? Və Allah Rəsulü Muhammed sallallahu əleyhi və səlləm öyrədərdi. Dəstəmazı tam şəkildə almağı öyrədərdi. Və Allah Rəsulü Muhammed sallallahu əleyhi və səlləm başına məhz çəkməsi vurğulayır. Və başına məhz çəkərdi və ayaqlarını yumağı. Və diqqət yetirdinizsə qardaşlar, bu hədisin içində Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmaz aldıqda, Allah Rəsulü dəstəmaz aldıqda başına məhz çəkərdi. Və həmçinin də necə ki, əvvəlki hədisdə qeyd olunduğu kimi, öz əllərində qalan su ilə yox, əllərini yenidən isladıb başına məhz çəkərdi. Və bunlar hamısı qardaşlar, xüsusi olaraq sünnələrdir. Çünki həmçinin necə bildiyimiz kimi, insan əlində qalan su ilə başına məhz çəkə bilər. Və həmçinin də insan əlində qalan su ilə kifayətlənmədən əlini yenidən isladıb da başına su çəkə bilər. Və dediyimiz də dərsin əvvəlində qardaşlar, mülahizə buydu ki, hərdən bəzi qardaşlar elə bilirlər ki, bu ya israf aparır, yəni ehtiyac var idi və s. Bunu elmin içində olan, İslamın içində olan müxaliflik kimi başa düşürlər. Amma əslən bu belə deyil. Allah Rəsulü Muhammed sallallahu əleyhi və səlləmin sünnəsində olan baxmayaraq ki, əməllər bir-birlərinə fərqlənsə də belə, onlar ixtilafdan sayılmırlar, müxaliflikdən sayılmırlar. Və Allah Rəsulündən Muhammed sallallahu əleyhi və səlləmdən dəstəmaz soruşanda və soruşarlar keyfət tuhur, dəstəmaz necə olmalı deyə soruşanda və qardaşlar, Allah Rəsulü Muhammed sallallahu əleyhi və səlləmə iman gətirən məgər bilmir ki, dəstəmaz necə olmalıdır. Və hərdən sahabilər gəlib Allah Rəsulündən belə soruşarlar. Onların məqsədi o idi ki, bəlkə elə şey var onu biz bilmirik. Yəni, indiki ümmətin əksi təbii ki. Yəni, indiki ümmətə sən əgər desən ki, gəl sən Allah Rəsulünün dəstəmazını öyrənəm, deyəcəklər ki, məgər biz dəstəmaz almağı bilmirik.
Allah Rasuluna iman gətirən sahabə məgər namaz qılan sahabə idi, əslən o. Məgər o bilmir ki, Allah Rasulun, məgər o bilmir ki, necə dəstəmaz almaq lazımdır. Amma baxmayaraq, yenə öyrənirlər. Yenə əlavə bir, kiçik də olsa bir fayda. Allah Rasulun kiçik olsa da bir faydanın, təbii ki, feil olaraq kiçik. Amma Allah Rasulun əzəmətli idi o fayda. Allah Rasulundan soruşurlar. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də ondan soruşanda bir qab gətizdirir. Və həmin o qabın içində dəstəmaz alır və onları dəstəmaz almağa gedir. Dəstəmazı bilən sahabelərə. Və həmən bu hədisdə, qardaşlar, əlavə bir fayda olaraq dəstəmazda Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmazı bitirib ayaqlarını yuyarkən və kiçik barmağı ilə də ayaq barmaqlarını yuyardı. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ayaqlarını yuyanda isə əsl odur ki, say gəlməyib. Allah Rasul ayaqlarını yuyanda əsl odur ki, say gəlməyib. Necə ki, Şeyx Əlbani rahimehullah və Şeyx Bəz rahimehullah bu barədə soruşulduqda onlar cavab deyərlər ki, ayaq bədən üzvlərinə nisbətdə çox çirklənən, çox kirlənən olduğuna görə əsl odur ki, say gəlməyib. Düzdür, bu hədisdə say gəlib. Peyğəmbər sallallahu əleyhi və səlləm ayaqlarını hər ayağını 3 dəfə yuyardı. Amma başqa bir ləfsdə, başqa bir rivayətlərdə biz görürük ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmaz alanda ayaqlarını yuyardı deyə ləfsdə keçir. Orada say gəlmir. Çünki ayaq Şeyx Əlbani rahimehullah və Şeyx Bəz rahimehullah deyərlər ki, çünki ayaq çox batdığından, çox çirkləndiyinə görə artıq orada hansısa bir say yoxdur. Nə qədər vaxt, hansı vaxt təmizlənəcəksə o vaxta qədər yumaq davam edir ayaqları. Və qardaşlar, əlavə bir fayda olaraq, dəstəmaz haqqında əlavə bir fayda olaraq, hərdən bəzi müsəlmanlar dəstəmaz alanda ayaqlarını, sağ ayağını yuyandan sonra corab geyinirlər. Dəstəmaz alır, ayağını sağ ayağını yuyandan sonra corabını geyinir və sonra sol ayağını yuyur. İcazəli deyil. Dəstəmaz vaxtı edir bu əməl. Və həmçinin də dəstəmaz alanda, xüsusən kimsə evdə dəstəmaz alırsa əgər, dəstəmaz yerin qabağında xalça kimi bir şey olur. Hansı ki o da yun kimi olur. Olmaz. Allah Resulü qadağan edir ki, bir üzv qurumadan başqa üzvü yumaq olmaz. Bu, təəssüf olsun ki, müsəlmanın arasında var. Olmaz, qardaşlar. Dəstəmaz alanda, xüsusən ayağı, ən çoxdur bu şey ayağı yumamışdan, bitirməmişdən qabaq corab geyinmək olmaz. Çünki sağ ayağı yuyub, sol ayağı yumamışdan qabaq, corab geyində ayaq quruyur axı. Və dəstəmazın şərtlərindəndir ki, əzalar quru olmalıdır. Hətta dəstəmaz tükənənə qədər. Və Əbu Hüreyra radiyallahu anhudan rəvayət olunur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmaz alan zaman, ondan dəstəmaz haqqında daha doğrusu soruşulanda və o dəstəmaz alan zaman burnuna su alıb və burnundan o suyu sürətlə tez çıxartmağı əmr eləyərdi. Və təbii ki, bu da sünnədəndir. Kim ki bacarırsa sünnədəndir. Burundan dəstəmaz alanda suyu tez, yəni fışqırtmaq çölə sünnədəndir. Və həmçinin də Əbu Hüreyra radiyallahu anh Allah Rasulundan buyurur ki, sizdən biriniz oyansa, yuxusundan oyansa, xüsusən gecə vaxtı, yəni sübhə yaxın oyansa, burnuna 3 dəfə su alsın. Çünki həqiqətən də şeytan insanın burnunda yatır, gecəliyir. Və hədis səhihdir. Və bu hədis haqqında alimlər 2 faydanı bizə öyrədirlər, qardaşlar. Və birinci fayda odur ki, diqqət yetirirsə, Allah Resulü buyurdu ki, sizdən biriniz oyansa, burnuna 3 dəfə su alsın. Dəstəmaz qeyd olunmadı. Dəstəmaz qeyd olunmadı. Və əsl budur ki, insan, yəni xüsusən sübh namazı və sübhdən bir xeyli qabaq, necə ki Allah Teala kitabında buyurur ki, o kəslər ki, sübh çağında nə edirlər? O bil əsharihum istighfirun. Onlar sübh çağından öncə istighfar eləyirlər. Sübh namazından 10-15 dəqiqə əvvəl. Necə ki bugün tərk olunan sünnə. Sübhdən 10-15 dəqiqə öncə qalxıb vitri qılmaq və həmin vaxt yalnız əstəğfurullah zikrini çoxaltmaq. Necə ki Allah Teala kitabında buyurur ki, sübhdən öncə istighfar edərlər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında elə təbii ki. Ən azından bunu eləyərdilər. Gecə namazına görə hansısa bir şəxs qalxmasaydı, sübh çağına yaxın, yəni sübhdən əvvəl qalxardılar, 15 dəqiqə, 20 dəqiqə qabaq qalxardılar, vitri qılardılar və istighfar edərdilər. Və Əbu Hüreyra radiyallahu anh buyurur ki, Allah Resulundan buyurur ki, sizdən biriniz burnunu 3 dəfə yusun. Və bəzi alimlər gətirirlər ki, Allah Resulü Muhammed sallallahu əleyhi və səlləm burada dəstəmaz almağı şərt qoymadı. Necə ki hədisin özündə də. Hədisin özündə Allah Resulü demək ki, dəstəmaz alan zaman burnunuzu 3 dəfə yuyun. Həqiqətən də şeytan insanın burnuna gecəliyir. Amma bəzi alimlər deyiblər ki, zaten bir insan gecə nə üçün qalxır? Namaz qılmaq üçün.
Namaz qılmaq üçün qalxır. Yəni nə sələfdən, nə sahabelərdən, nə də başqalarından bir ləfz yoxdur ki, bir rəvayətdən tapa bilmərsən ki, onlar gecə qalxsınlar və dua eləsinlər və orada namaz olmasın. Çünki namaz ən əzəmətlidir. Namaz duadan əzəmətlidir. Namaz duadan əzəmətlidir. Və bəzi alimlər deyiblər ki, sadəcə olaraq 3 dəfə buruna su almaq özdə sünnədən. Necə ki, Allah Resulunun dediyi kimi, hədisdə qeyd olunmadığına görə. Və bəziləri deyirlər ki, Peyğəmbər s.ə.v gecə qalxanda və onun sahabələri zaten gecə qalxanda dəstəmaz alarlar və bu da dəstəmazı işarə eləyir. Və başqa ləfslərə baxdıqda biz görərik ki, Peyğəmbər s.ə.v deyərdi ki, gecə sübh çağından qabaq qalxanda burnunuzu 3 dəfə yuyun. Həqiqətən də şeytan orada gecə yatır. Gecə gecəliyir daha doğrusu. Və həmçində Peyğəmbər s.ə.v Əbu Hüreyrə radiyallahu anh rəvayət etdiyi hədisdə Peyğəmbər s.ə.v buyurur ki, sizdən biriniz öz dəstəmaz aldıqda, yuxudan qabaq, gecə yuxusundan qabaq dəstəmaz aldıqda, daha üzr istəyirəm, gecə yuxusundan qalxıb dəstəmaz almaq istədikdə birbaşa əlini öz qabına salmasın. Çünki qardaşlar, indi rahatdır, indi elə bir şey yoxdur, kimsə əlini salsın qabdan dəstəmaz alsın. Amma əvvəllər elə idi. Allah Resulü icazəli görmürdü. Çünki Allah Resulü deyərdi ki, sizdən biriniz bilmirsiniz ki, gecə əli harda yatıb. Və bu da İslamın təmizliyidir. Kimlər ki, İslamı təmizsizlikdə itham edilənlərə bir örnək, hətta dəstəmaz almaq üçün belə. Hətta Allah Resulü deyər ki, sizdən bilmirsiniz biriniz gecə əli harda yatıb. Və ondan qabaq əllərini yusun və qabdan kənarda əllərini yusun və sonra həmən qabdan dəstəmaz alsın. Subhanallah. Və həmçində qardaşlar, bu hədisdən çıxan faydalardan Peyğəmbər s.ə.v-in əlavə olaraq təbii ki, Allah Resulunun bu sözündən çıxan faydalardan da qardaşlar, bu odur ki, bir müsəlman namaza qalxanda və namazdan qabaq alacağı o hansı ki dəstəmaz və Allah Resulü o fikir verirsə qardaşlar, o namazdan çox Allah Resulü dəstəmazın üzərində titizlik eləyər. Diqqət yetirin. Dəstəmazın səhliyinə, dəstəmazın özünü Allah Resulü necə titizlik aşardı. Namaz barədə olan hədisləri cəm eləsəz, hədislər Allah Resulü ki, namazı əmr eləyərdi, namazın qılınış formasını təbii ki, əmr eləyərdi və həmən hədislərə qədər də hədislər tapacaqsan ki, Allah Resulü necə dəstəmazı əmr eləyərdi və dəstəmazın üzərində ümmətini öyrədərdi. Hətta elə şeyləri var ki, Allah Resulüna zaten soruşulmamışdı. Amma Allah Resulü özü öyrədərdi. Və Peyğəmbər s.ə.v-dən Laqit ibn Sabir radiyallahu anhu, bu sahabənin adı qardaşlar çox az hallanır. Laqit ibn Samura radiyallahu anhu. Allah Resulü Muhammed s.ə.v-dən soruşdu ki, mənə dəstəmazı öyrət. Yəni həmçinin dəstəmazı bilən bir qövm Allah Resulündən dəstəmazı öyrənərlər. Və Allah Resulü buyurur ki, dəstəmazı kamilləşdir. Və dəstəmazı kamilləşdir dedikdən sonra Allah Resulü deyərdi ki, və barmaqlarının arasını dəstəmaz alarkən yox. Öncə ötən hədisdə biz qardaşlar eşitdik ki, Allah Resulü deyərdi ki, ayaq barmaqlarını yuyarkən ayaq barmaqlarının arasını yumaq sünnədəndir. Və həmçində əl barmaqlarının arasını barmaqla yumaq sünnədəndir. Əl barmaqlarının arasını dəstəmazda yumaq sünnədəndir. Və Peyğəmbər s.ə.v buyurur ki, və burnuna suyu möhkəm çək. Yalnız da oruçda olduğun vaxtlar istisna olmaq şərti ilə. Bu günü bu qədər qardaşlar, əncün Allah bilir. Təbii ki, ola bilsin ki, buradakilərin çoxsu bildikləriniz idi, bəlkə də bilmədikləriniz də var idi. Əgər bilmədikləriniz də varsa, bu xeyir məclisinin, zikr məclisinin, Allah Taala'nın zikr edən bir məclisinin faydalarındandır. Az da olsa belə müsəlman faydalanır. Necə ki, 2 hədis eşitdiniz ki, dəstəmaz almağı bacaran bir qövm, dəstəmaz almağı bacaran sahabələr, Allah Rasulunun sahabələri, üzr istəyirəm, dəstəmazı bilən bir qövm, Allah Rasulundan yenə də dəstəmazı soruşarlar. O da onlar qudva idilər, ibrət idilər ki, bizi öyrətdilər. Və dərsdən əlavə olaraq qardaşlar, bir şeyə toxunmaq istəyirəm. Və ölüm həqiqətən də insana anidən gəlir. Düşünmədiyin yerdən, düşünmədiyin bir halda və düşünmədiyin bir formada gəlir. Və o qədər ani gəlir ki, və ani də yaddan çıxır, gəldiyi kimi. Bax, məsələn, bir neçə gün bundan qabaq, Allah günahlarını bağışlasın, ölən müsəlmanlar oldu. Yəni, qaza oldu, müsəlmanlar dünyasını dəyişir. Allah rəhmət eləsin, Allah olan ailəsinə səbir versin. Vallahi qəribədir.
necə bir anidən gəlib insanı şoka salırsa, ölüm xəbəri. Vallahi təəssüf olsun ki, və qəribədir insanın unutqanlığı. Çünki insan unutqandır. Elə necə anidən gəlib insanı təəccübləndirirsə, elə anidən insan ölümüdür. Ona görə də qardaşlar, yəni hamı bir gün öz Rəbbinə qovuşacaq. Və sadəcə olaraq o qovuşulacaq gün ola bilər sən hansısa qədir qiymətinə görə insanlar sənin ölümündən təsirlənsin. Vallahi nə qədər təəssüflənsələr də, necə qəlblərində sıxıntı hissi keçirsələr də və necə birbaşa, bir ləhvada, yəni bir anda baş versələr də, elə həmən bir anda donulacaq. Əncün Allah bilir. Və subhanəkə Allahım bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfirukə Allahumma və ətubu ileyk.